İmam Sadiq əleyhissalamdan təvaf eləyir biri. Həcdə olanlar bilir də, təvaf çox mühüm hissəsidir də həccin. Təvaf çox böyük ibadətdir. Kəbə, Məscid-ül Hərama daxil oldun, ən üstün ibadət təvafdır. Kəbə ətrafında dolanır. Sanki belə də İmam Sadiqlə namaz qılır. İmam Sadiqin yanında təvaf edir. Biri çağırır, filan kəs bunu çağırır. Təvafın içində. Bu da baxmır ona tərəf. Təvafda çox çönmək də olmaz. Baş olar, amma bədən gərək çönməsin. Bu təvafını davam edir. İmam deyir ona ki, o səni çağırır axı. Deyir, ağa, boş bir dənə mənasız işi var. Asan işdir, sadə məsələdir. Tez həll olunan məsələdir. Görür, mən səninlə təvafdayam. Gözləmir. Çıxıb onu eləyəcəm, heç nə yoxdur orada, çətin bir iş deyil. Hövsələsi çatmır. Görür ki, sizlə təvaf eləyirəm. Yenə də mənə çağırır. İmam deyir, əhəmiyyətli ya əhəmiyyətsiz fərq yoxdur. Saxla təvaffı, git, onun istədiyini yerinə yetir. O təvafdan üstündür. Onun hacətini yerinə yetirmək. Bax, bu dinin davamçısıyıq biz. İmam Sadiq əleyhissalamla təvafı saxla, get möminin istədiyini ver. Asan da olsa, deyir, ağa, mən qutarıb, bitirib, gedib eləyəcəm, deyir, yox. Onun gözlətmə onu. Təvafı saxla, get onu, o səni gözləyir. Hər nə hacəti var. Təvafı saxla.